Соперник был сильнее нас. Rəqibi qalib gəlmələri münasibətilə təbrik eləyirəm. Belçika klubu qanuna uyğun bir qələbə qazandı. Anderlecht bizdən bugün güclü idi. Hər şey oyuna görə oldu. Rəqib bütün oyun komponentlərində bizdən üstün oldu. Bu qələbə tam düzgün idi. Bizim oyun üslubu hücum futbolundan ibarətdir. Hücumda olmaq, oyunu idarə etmək istəyirik. Belə oynamaq bizim istəyimizdir, lakin rəqib bizdən üstün olanda istəyimizi, öz futbolumuzu göstərə bilmirik. Üslubu dəyişmək, qapanmaq istəməzdik. Növbəti maçlarda, o cümlədən Anderlechtlə ikinci maçda da öz futbolumuzu oynamağa çalışacağıq. Ümid eləyirəm ki, bu yolla inkişaf eləyərik. Paralel olaraq çempionat və Avrokuboklarda oynayacağıq. Mainzla növbəti maçı evdə keçirəcəyik. Həmin qarşılaşmada azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirmək istəyirik. Anderlechti digər rəqiblərimizlə müqayisə edə bilmərəm. Bu, həmin komandaların təhlilindən sonra mümkündür. Oyunçularıma demişdim ki, Anderlechtin aşkar zəif yeri yoxdur. Müəyyən çatışmazlıqlar var, lakin müdafiə və hücumda böyük boşluqlar tapmaq həqiqətən də çətin idi. Bu maç 2 həftə əvvəl olsaydı, rəqibin oyununda boşluq tapa bilərdik. Lakin son çempionat görüşündə də onlar göstərdilər ki, heyət tam formalaşıb. Buna əsasən biz öncədən rəqibin heyətini də necə oynayacağını da bilirdik. Amma cəmi 2-3 həftə əvvəlki Anderlecht indikindən zəif idi.